Düzələri ilk əziz dostlar çıxdığı gündən 15-20 günə qədər hansı qaydada mayalandırmaq lazımdır? Ekrana yaxın əyləşin. Sizlərə izah edirəm. Əziz dostlar, gördüyünüz bax bu düzə yemləri ilə çalışın 10 gün, 15 gün ərzində yumurtanı bu qaydada ağlı, sarılı hazırlayın düzələr üçün. Yemlərinə qatın, daha da sürətlə inkişaf etsinlər, vitamindən, vaksindən çalışın, o qədər istifadə etməyin, təbii yeməklərdən istifadə edin. Sularında isə çalışın əziz dostlar, bu qaydada 1 litr suya 1 və ya 2 çay qaşığı şərbət qatın, hazırlayın. 15-20 gün ərzində verin ki, düzələrin inkişafı daha sürətlə geçsin. Növbəti videolarda 60 günə qədər hansı qaydada yetişdirmək olur, onları sizə izah edəcəm. Videonu bəyənin, paylaşın. Burada bizim görürsünüz əziz dostlar, acı biber və sarımsaqdan da istifadə edirik. Düzələrin 20 günündən sonra yeməklərində və sularında çalışın, xəstəlikdən qorunması üçün sarımsaqdan suyunda istifadə edin.